Keçmişdə bax buralarda toy adətləri necə olurdu? Gənclər bir-birlərini harda görüb bəyənirdilər, yoxsa onları ancaq ailələrin təklifi ilə, ailələrin razılığı ilə evləndirirdilər? O vaxtda çox belə aşkarlar yox idi. İndi aşkarlardır. İndi uşaqlarımız da böyüyür, ali təhsil alırlar, başa düşürlər öz həyatlarını. Onda belə deyildi də, gərək valideynin məsləhəti olardı. Onda toy eləyəndə həyatda ağacdan, daldan çadır qurardıq. İndi şükür Allaha, hər şey var, bolluqdur. İndi uşaqlara da deyirik. İndi özləri seçim edirlər. Bəli, özləri Bax, eləyirlər. o yaxşı idi, yoxsa bu yaxşıdır? Onda biraz ayrılıq adı vardı. Bəli. Demək ki, o daha yaxşı idi. Çox, bəli. Çox, Böyüklər çünki dünya görüşlü bəli. olurlar. Yaxşı seçirlər, deyirlər, məsləhət bilirlər. Kim böyüyün məsləhəti görəndə elə xeyri olur, şükür Allaha. Ailədə dava dalaş olanda bax, onu necə siz sakitləşdirirdiniz? Gərək böyük güzəştə geçsin. Hər sözü böyük eləməsin, dava dalaş salmasın. Canayım. Mən 5 dənə gəlin bu evə gətirmişəm. 5-ini də gətirmişəm. Nə qədər uşaqları olub, hamı mənim yanımda olublar. Allah'a and olsun. 5-inin də hamısının uşağı var idi bu evdə bir köçdülər. Can, nə gözəl nənəsiz siz belə. Can, can.